Salam. Bugün size yaşıl lobiya yemeği göstereceğim. Uşaqlar bunu çok sevir. Hem yüngül, hem vitaminlidir. Videonu izleyin. Necə hazırladığıma baxın. Sonda videonu beğenmeyi unutmayın. Lobiyanı yuyub, qəşəng xırda doğradıqdan sonra suda qaynadıram. Soğanı xırda doğrayıb, üzərinə yağ əlavə edib qovururuq. Doğradığım xırda kartofla kökü soğanın üzərinə əlavə edirəm. Buzluqdan çıxartdığım pomidorla biberi xırda doğradım. Soğanla kökün üzərinə əlavə edirəm. Lobiyanı suda pişirib süzdükdən sonra hazırladığım qarışımın üzərinə əlavə edirəm. Artıq yeməyimiz hazırdır. Hazırlayan hər kəsə nuş olsun.